Bedürfnis, unsere Meinung äußern. Und wir können online mit den Parlamentariern... Demokratik Azərbaycan Siyasi Təşkilatı olaraq bugün Avropa Birliği'nin qarşısındayız. Çünki dəyərlər, maraqlar qurban verilən repressiyaya layiqləşmişdir. Mən bugün Avropa Birliği'nin qarşısındayım. Çünki Avropa özünü dəyərlər üzərində qurulmuş birlik kimi təqdim edir. İnsan hüquqları, söz azadlığı, hüququn aliliyi, bunlar Avropanın əsas prinsipləri kimi tanınır. Amma bu dəyərlər Azərbaycana çatanda ya susur, ya da maraqlar əvəz olunur. Mən siyasi mühacirəm. Bu seçdiyim bir həyat deyil. Bu mənim ölkəmdə susturmaq istəyən sistemin nəticəsidir. Azərbaycanda tənqid cinayət sayılır. Müxalif mövqeyə cəzalandırılır. İnsanların fikrinə görə həbs olunur. Siyasi məhbuslar var. Məhkəmələr müstəqil deyil. Sifarişlə həll olunur. Müstəqil media demək olar ki, məhv edilir. Bugün Azərbaycan həbsxanasında yüzlərlə siyasi məhbus var. Onların arasında jurnalistlər, fəallar, müxalifət üzvləri var. İnsanlar heykələ yazdığı sözə görə şərlənir, döyülür, karsa salınır və bəzən həbsdən sağ çıxmır. Misal üçün Əlbəy Kərimli. Sonrası isə buna intihar deyirlər. Bu hüquqi dövlət deyil, bu qorxu üzərində qurulmuş sistemdir. Avropa Birliği bütün bunları bilir. Hesabatlar var, bəyanatlar var, məlumatlar var. Amma real təsvir yoxdur. Enerji müqavilələri, geopolitik siyasi maraqları, insan hüquqları üstün tutulur. Bu susqunluq Bakıda repressiya yaşıl işıq kimi qəbul olunur. Hakimiyyət buna zəiflik yox, razılıq kimi görür. Biz Avropadan möcüzə istəmirik. Biz yalnız prinsip istəyirik. Əgər insan hüquqları universaldırsa, onlar selektiv ola bilməz. Əgər siyasi məhbus anlayışı varsa, o yalnız rəqiblər üçün keçərli olmamalıdır. Əgər dəyərlər varsa, onlar qaz və neftlə dəyişdirilməməlidir. Bugün burada dayanmamız təkcə Azərbaycan üçün deyil, bu Avropanın özü üçün də bir sınaqdır. Çünki dəyərlərini imtina etdiyi yerdə tez həmin boşluqlar hamını vurur. Susqunluq qısa müddətli rahatlıq verə bilər, amma uzun müddətli ədalətsiz yaradır. Biz buradayıq ki, deyək, Azərbaycan cəmiyyəti tək deyil, siyasi məhbuslar unudulmayır, repressiyalar normallaşdırıla bilməz. Biz susmayacağıq, çünki susmaq bu sistemin ən çox istədiyi şeydir. Avropa Parlamentinin binasından bütün millətimizi, xalqımızı salamlayıram. Bildirmək istəyirəm ki, baxın, görün, demokratiya budur. Məsələn, bizim Azərbaycanda polis məntəqəsinin qarşısına yaxınlaşıb içərisinə girməyə icazə vermirlər. Amma bizə bugünkü tədbirimizdə icazə veriblər ki, girib Avropa Parlamentinin binasından fikirlərimizi bildirək, çıxış edək. Salam, hörmətli vətənlər, bu günlər biz Berlin şəhərində Almaniya Xarici Nazirliyinin önündə 22-si dekabr yeni tədbirimizi keçirdirik. Biz Azərbaycanda olan siyasi məhbuslar və Azərbaycanda olan qurumlar haqqında bu günləri etirazımızı bildirmək üçün yürüşmüşük. Azərbaycanda olan bugünkü əsas mövzularımızdan son olan siyasi məhbusluq olan Əlbəy Kərimovun türmədə öldürülməsi, həbsdə öldürülməsi və Azərbaycanda olan bütün siyasi məhbusların azadlığını tələb etmək üçün bura yığışmışıq. Salam, əziz vətənlər. Bu günləri Azərbaycanda olan özbaşınaçılığa görə və son günlərdə siyasi fəalların və ən başda olmaqla Əli Kərimlinin həbsinə etiraz olaraq Əlbəy Kərimovun ölümünə səbəb olaraq Azərbaycan hakimiyyətinin Əlbəy Kərimovun öldürülməsinə etiraz olaraq Almaniyanın Berlin şəhərindəki Xarici İşlər Nazirliyinin qabağında etiraz aksiyası keçirdirik. Buradan siyasi məhbuslara azadlıq tələb edirik. Güclü olmağınızı, bizə dəstək olmağınızı bütün siyasi fəallardan xahiş edirik. Siyasi məhbuslara azadlıq. Salam, buradan Almaniyanın Berlin şəhərindən bütün həmvətənlərimizi salamlayıram. Bugün burada dekabrın 12-ci ay, dekabr 25-ci il Almaniyanın Daxili İşlər Nazirliyinin qarşısına toplaşmamızda məqsədimiz Azərbaycanda, vətənimiz Azərbaycanda diktator İlham Əliyev və onun quldur məmurlarının xalqımıza, millətimizə və millətimizin haqqını tələb edən fəallara, təşkilat rəhbərlərinə yaratdığı təhlükələrə görədir. Ən sonda Əli Kərimli başda olmaqla tutulan, şərlənərək tutulan, həbs olunan
siyasi məhbusların azad olmasını tələb edirik və Əlibəy Kərimli, Əlibəy Kərimlinin türmədə öldürülməsini burada işıqlandırırıq ki, bu cür repressiyada son bulsun.